Dostlar, salam, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, alqoritm mövzusu AS, AB kateqoriyası üzrə imtahana düşən suallardan da ona görə də ə, DİM 2000 test topludan bugün alqoritm suallarının izahına baxacağıq. Birinci sualımız 46-dan başlayır suallar. İlk suala baxaq. Alqoritmin xassəsini müəyyənləşdirmək bizdən soruşulub. Deməli, alqoritmin bilirsiniz ki, 4 dənə xassəsi var. Müəyyənlik, buna deyirlər deterministlik xassəsi, diskretlik, buna deyirlər adımlıq xassəsi, kütləvilik xassəsi və nəticəvilik, yəni sonluq xassəsi. Burada da xassələr içərisində olan yalnız müəyyənlikdir. Verilmiş x üçün y bərabərdir 5x plus 3 ifadəsinin hesablanması hansı növ alqoritmə aiddir? Dostlar, x-ə qiymət verəcəksiniz. Məsələn, x bərabərdir 5 və o qiymət əsasında bunu tapacaqsınız. Burada heç bir şərt yoxdur, heç bir budaqlanma yoxdur, kəsr yoxdur, addım yoxdur. Ona görə bu bizdə olacaq xətti alqoritm. 48-ci sual mənim tələbələrə verdiyim açar sözlər əsasında olan bir sualdır. Sualı bilməsəz belə biz müəyyən açar sözlər müəyyənləşdirmişik ki, o açar sözləri gördüyümüz zaman alqoritm tipini avtomatik olaraq müəyyənləşdirək. Burada addım sözü var. Demişəm, addım sözü görən kimi cavabımız olacaq dövrü. 49-cu sualda y və z dəyişənlərə konkret qiymətlər verib, onun əsasında bizdən nəticəni istəyir, z-in son qiymətini istəyir. Y-imiz deməli bizdə 2-dir, z-imiz isə -1-dir. Bunu qoyuram, aşağı gəlirəm. Y nədir? 2-dir. 2 sıfırdan böyükdürmü? Deməli, hər qolu ilə, yəni bu tərəflə gedəcəm. Z isə -1-dir. -1 sıfırdan böyükdürmü? Böyük deyil. Deməli, yox qolu ilə gedəcəm. Z bərabərdir. Y çıxılsın Z. Y-in qiyməti bizdə neçədir? 2-dir. Z-in qiyməti isə -1-dir. 2-dən -1 çıxdınız 3. Deməli, misalın düzgün həlli olacaq 3. 50-ci sualda aşağıdakı fraqmentə əsasən biz C dəyişəninin aldığım qiyməti müəyyənləşdirməliyik. A bərabərdir 3, B bərabərdir 4. Əgər A B-dən böyükdürsə, onda C bu şəkildə hesablanır. Əks halda, yəni böyük deyilsə, C bu düsturla hesablanır. Çox tələbə burada C-ni nəzərə almır, D-nin qiymətini hesablayır. Dostlar, D-ni sizdən istəyir. Yəni bu formal bir şeydir, sizi çaşdırmaq üçün verilib. Sizə lazım olan C-dir. Şərt ödənsə bu düsturla hesablayacaqsınız, ödənməsə bu düsturla hesablayacaqsınız. İndi baxıram, A 3-dür, B 4-dür. 3 4-dən böyük deyil. Deməli ki, mən əks halda variantını götürməliyəm. Baxın, buranı götürməliyəm və C necə tapılır? A, B-yə vurulur. A bizdə neçədir? 3-dür. B bizdə neçədir? 4-dür. 3-ü 4-ə vurdu, cavab elədi 12. Düzgün həlli bizdə olacaq 12. 51-ci sualda alqoritmin tipləri xətti budaqlanan və dövrü, deməli 2, 3 və 6. Mürəkkəb dövrü struktur dövrün növüdür. Sadə də yenə dövrü strukturdur. Psevdokodlu alqoritmin 0-1-lər şəklində yalançı kodlarla təsvir üsuludur. 52-ci sual, mən demişəm, bu tip suallarda əgər riyaziyyatınız zəifdirsə, hesablamada çətinlik çəkirsə, cavab variantlarından qiyməti alın. Ən başdakı x-in, yəni bunun qiymətini istəyir sizdən. Variantları qoyun, bunun yerinə görün hansında axırda 18 cavab alacaqsınız. Amma düzgün yolla da həll yolu var. Bu tip suallarda nə edirsiniz? 18 ən sonuncu y-in aldığı dəyərdir. Əgər siz axırdan əvvələ qayıdırsınızsa, onda nə edirsiniz? Bu 18-i gətirib qoyursunuz y-in yerinə, buradakı x-i qoyursunuz. Bu x-in yerinə, buradakı y-i qoyursunuz. Bu y-in yerinə. Hər dəfə sol tərəfdə yerinə qoyursunuz. Düz qayda ilə getdiyiniz zaman sağ tərəfdə yerinə qoyursunuz. Burada axırdan əvvələ getdiyinizə görə sol tərəfdə yerinə qoyursunuz. Ən axırıncıda yerinə qoyuram. 18 bərabərdir. X üstə gəlsin y. Buradan x-i tapdım. Olacaq 18 çıxılsın y. Bu x-i gətirib burada yerinə qoyacağım. 18 çıxılsın y bərabərdir 2y. Buradan y-i tapsam 3y, y oldu 6. İndi bu 6-nı da gətirib burada yerinə qoyacağım. 6 bərabərdir, x üstə gəl 3. X-imiz də bərabər oldu 3-ə. Deməli, mənim x-in dəyərim 3-dür. Və yaxud da ki, gəlin belə eləyək. Tutaq ki, A variantında 3 cavabı var. Cavabdan necə gedə bilərsiniz? Bunu öyrədim sizə. 3 üstə 3 gəldim, bu elədi 6. 2-ni 6-ya vurdum, bu elədi 12. X üstə gəl y. Y-im 6-dır. X-im də 12-dir. 6 üstə 12 gəldim. Cavab elədi 18. Deməli, 3 qiymətində cavabım 18 olur. Növbəti 53-cü sual. 53-cü sual bir neçə dəfə dövr eləyən bir prosesə aid olan sualdır. Bizdə x 25-dir. Y-imiz 15-dir. X y-dən kiçikdirmi? Xeyr, 25 15-dən kiçik deyil. Deməli, yox qoluna düşməliyəm bura.
X Y-dən böyükdürmü? 25 15-dən böyükdür. Hə qolu ilə düşməliyəm. Deməli, x bərabərdir x minus 3. X-imiz neçədir? 25. 3 çıxdım, cavab elədi 22. Y bərabərdir. Y üstə gəl 2. Yəni 15 üzdən 2 gəldim 17. Baxın, hara gedir? Belə gedir ən başa. Bu dəfə x-im 22-dir, Y-im 17-dir. Bunları unudun. Deməli, yoxlayırıq şərti. 22 17-dən kiçikdirmi? Yox. 22 17-dən böyükdürmü? Hə. Deməli, təzədən hesablamalıyım. 22-dən 3 çıxdım. Cavab elədi 19. 17 üstə 2 gəldim. Cavab elədi 19. İndi 22 17 ilə yox, 19 19-dan gedirəm təzədən yoxlayıram. 19 19-dan kiçikdirmi? Yox. 19 19-dan böyükdürmü? Yox. Yoxa getdiyinə görə mənə nə qaytarır? Y. Y sonuncu dəfə neçə alıb? 19. Deməli, mənim cavabım 19-dur. 54-cü sualı isə sizə belə deyim, açar sözlər vasitəsilə verəcəm. İstəsəz özünüz də hesablayıb həmin cavabı ala bilərsiniz. Deməli, bu tip bir alqoritm görürsünüzsə, A bərabər A minus B, B bərabər B minus A. Bu alqoritmin tipini sizdən soruşsa, əbobun tapılma alqoritmidir. Yəni, bu iki ədədin ikisinin də bölündüyü ən böyük ortaq böləni tapmalıyıq biz. Və 125-dən 225. İkisində də bizdə nə var? 25 var. Düzdürmü? Deməli, bunların bölündüyü ən böyük ədəd 25. Bu, deməli, 75-15 şəklində də düşür. 75-15. Bu alqoritmi görən kimi, burada da 15-dir cavab. A bərabərdir A minus B, B bərabərdir B minus A. Bu yazılışı görən kimi bilin ki, əbob tapılır. Əbob nədir? Hər ikisinin bölündüyü ümumi ortaq ən böyük ədəd. O, hər ikisinin 125-225-in bölündüyü ortaq ədəd 25-dir. Siz bunu normal qaydada 125, buna da 225 qoyub. Fərqlidir hesablasınız, yenə də axırda 25 cavabını alacaqsınız. Amma imtahanda bunu belə hesablamaq üçün vaxtınızı aparacaq. Çünki burada dövr etmə prosesi var. Dövr etmə prosesi var deyə, bundan əsasını yadınızda saxlayın ki, imtahana düşə bilər. Bu, əbobun tapılma alqoritmidir. Alqoritm sualları bu qədər.